Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Din haqqında danışarkən qeyd elədik ki, çox zaman münasib cümlələrdən, münasib sözlərdən istifadə etmirik. Bəzən həqiqəti çatdırmaq üçün onu elə şəkildə ifadə edirik ki, xeyrindən çox ziyanı olur, zərbə vururuq. Həm dindarların özünə zərbə dəyir, həm başqalarını dindən uzaqlaşdırır, dəf eləyir. Bəzi fikirlər var ki, bəlkə də hansısa zamanda əvvəllər yetərli hesab eləmək olardı. Bugün isə ziyanlıdır o fikirlərin səsləndirilməsi. Bu cümlələrdən, bu şəkildə din təbliğindən düşünürəm ki, imtina edilməyin zamanı gəlib çatıb, imtina etməyin zamanı gəlib çatıb. Mövzumuza aid olaraq, məsələn, hansı şəkildə fikrin ifadəsini nəzərdə tuturuq? Məsələn, deyirik ki, İslam bütün ləzzətlərə müxalif deyil ki. Bəli, düzdür, İslam bəzi ləzzətlərlə müxalifdir, amma düşünürəm ki, səhv təsəvvür formallaşmağına yardım göstərir. Səhvdir cümlənin bu cür quruluşu. Biz bunu başqa şəkildə də deyə bilərik. İslam bütün ləzzətləri qadağan etmir. Bu zahirən düzdür. Amma səhv təsəvvür formalaşdıran cümlədir bu da. Elə çıxır ki, yəni ləzzətin əsli başqa yerdədir. İslamda da birazı var. Dində də birazı var. Əvəzində necə deyə bilərik, məsələn, hansı şəkildə ifadə edə bilərik ki, həm həqiqət olsun, həm dinin bütövlükdə hədəfini ifadə eləsin, həm də insanları cəzb eləsin. İslamda da ləzzət var, yox. Fikrimcə belə ifadə olunmalıdır ki, İslam elə bir dindir ki, ancaq və ancaq insanların ləzzət alması üçün tərtib edilib başdan ayağa. İslamda da ləzzət var, yox. İslam ləzzətdən başqa bir şeyə çatdırırmı insanı? Başqa bir məqsədi varmı? İslamın hədəfi bundan başqa bir şeydirmi? Mən bu minbərdən iddia eləyirəm bu 10 gecədə və neçə gecədə də sizə sübut eləməyə çalışdım ki, bu sıradan bir mövzu deyil, strateji bir məsələdir, önəmli bir məsələdir, istiqamət ola biləcək bir məsələdir. Biz iddia eləyirik bu minbərdən ki, bax bu 10 gecədəki İslam ləzzətə çatmağın yeganə yoludur, alternativsiz yeganə yoludur. Və biz də dini buna görə qəbul etmişik. Çünki bizim etiqadımız budur ki, Allah insanı ləzzətdən başqa bir məqsəd üçün yaratmayıb. Bu şəkildə desək ki, din bəzilərinin haramdan aldığı ləzzəti qəbul eləmir. Bu səhv olar.
Biz deməliyik, iddia etməliyik və bunu sübut etməliyik ki, haramdan ləzzət alınmaz. Mümkün deyil. Haramın insana ləzzət bəxş etmək imkanı yoxdur, gücü yoxdur, qabiliyyəti yoxdur. وَمَنْ أَعْرَزَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً زَنْكَ Kim məni yad eləməkdən üst çevirsə, o sıxıntılı, ağrılı, acılı bir həyata düşər olar. Harasında onun ləzzəti ola bilər? Kimsə şirdir, öz çəkdiyini ləzzət kimi mənə sırmaq istəyirsə, o başqa məsələdir. Ağ-qara filmi rəngli göstərmək istəyir. Bu başqa məsələdir. Mümkün deyil, ləzzət almırlar. Günahdan ləzzət almırlar, günahda ləzzət yoxdur, qoyulmayıb, mümkün deyil. Mümkün deyil. Biz ancaq öyrəşmişik ki, müdafiə mövqeyində duraq deyirik, yox, dində də bu. Cümləni belə başlayırıq. Cümləni belə başlayırıq, yox, elə deyil. Elə deyillə başlamağın vaxtı bitib, necədir deməyin vaxtıdır. Necədir bəs? Biz niyə necədir demirik ki, sonra başqa sözlər deyirlər və biz də deyirik, yox, elə deyil. Biz gərək deyək ki, o iradları tutmasınlar. Biz susuruq, başqa şeylər danışırıq. Bizə irad tutanda cavab veririk ki, yox, elə deyil. Cümlə elə deyillə gərək başlamasın, din təbliği bu şəkildə başlamaz. Açıq şəkildə deyirəm, neçə gecədə deyirəm ki, insan uca hədəf üçün yaranıb və bu uca hədəf yeganə tərifi budur ki, insan ən böyük ləzzət üçün yaranıb. İnsanın yeganə hədəfi ən böyük, ən çox ləzzətə çatmaqdır. Bunu deyək, dilə gətirək. Çünki cəmaat dindən ləzzətə görə qaçır. Heç bir başqa dəlil yoxdur. Heç kəs məntiqə əsasən, dəllə əsasən dindən qaçmır. Ləzzətə maniyə görür dini, o yanda da ləzzət görür, ona tərəf gedir. Ona tərəf gedir. Başqa bir şey yoxdur. Bu insanın quruluşu belədir. Belə yaranıb insan. Yox, bəzi dindarlar var, ləzzət zad istəmir, gəlir dinə. Yox, mümkün deyil. Bəli, ola bilər belə dindarlar olsun, amma birazdan sonra biraz dindarlıq eləsin, bax, başdan ayağa qürurdan və təkəbbürdən ibarətdir. Bir adam ibadətinin dadını çıxartmayıbsa, yorulmadan bu cümləni təkrar edirəm, dadını, ləzzətini görmürsə, istər-istəməz ibadət ona yük olur, ağır gəlir və onu elədiyinə görə Allaha minnət qoyur. Bu sadə məsələdir. Başqalarına da bir şey göstərir ki, mən filan vaxtımdan qoyuram, filan bu ibadət eləyirəm. Bunun qabağını ancaq ləzzət ala bilər ki, baş aşağı dikilsin. Heç kəs ləzzət aldığına görə kiməsə minnət qoymayıb. Mümkün deyil, məntiqsizdir. Dinə gələnlərə açıq səslə denən ki, xoş gəlmisiniz ləzzət aləminə. Xoş gəlmisiniz ləzzət aləminə. Hər kim hər hansı səbəbdən dindar oldu, biz ona urra deməməliyik. Əhsən, alqışlayaq filan kəs dindar oldu. Allah deyir ki, niyə? Niyə dindar oldu? Önəmlisi budur. Hansı səbəbdən? Gələnlərə başa sal ki, sən ləzzət üçün gəlmirsən və sən borclu olacaqsan, o qədər o ləzzətdən dadacaqsan ki, borclu yaşayacaqsan. Allahla bəndə arasında ən gözəl hal borcluluq halıdır, tələbkarlıq halı yox, borcluluq halı. Yox, biz səviyyəli adamıq, ləzzət filan istəmirik, biz din istəyirik. Bilmirik cümlə nə deməkdir, nə demək istəyir. Əksinə səviyyən aşağıdır ki, belə düşünürsən. İnsan adlı varlıq ləzzət əsiridir. Sən insansansa başqa tərifi yoxdur. İnsan ləzzət tələbdir. Bütün hüceyrələri, bütün ruhu, cismi bunun üçün qurulub. İnsan adında varlıq ləzzət tələbdir. Sən insansansa busan.
Sadəcə insanı təhlil eləmək lazımdır. İbadətin nəticəsi ləzzətin çoxalmağı olmasa düz deyil nəsə. Qayıtmaq lazımdır əvvələ. Neçə ildir ibadət edirsən? 10 ildir. Ləzzətli yaşayırsan? Yox. Qayıt əvvələ. Qayıt əvvələ gör nəyi düz eləmirsən. Təhlil elə. Ləzzət bugün mədəniyyətin təməlidir. Dünyaya yayılan mədəniyyətin təməlidir. İnsanları bununla ovlayıb qul eləyirlər. Sözün əsl mənasında. Ləzzət göstərir, qaça-qaça gedir adamlar. Sən də minbərdən danışırsan, insan olaq, salih adam olaq, təqvalı insan olaq, heç kəs də eşitmək istəmir. Praktiki olaraq göstərir. Səhv göstərir, düz göstərir, ləzzət göstərir. Ləzzət adı ilə çəkir. Zəif damarını tapıblar adamın. Əslində bu zəif yox, güclü damarıdır. Din bu damarın üzərində köklənib. Dinin təməli bu ləzzət tələbli hissi olmalı idi. Gəlib olub şeytanın əlində vasitə bu ləzzət tələbli hissi. Hərçənd ki, Allah özü belə yaratmışdı insanı ki, dini gəlsin otuzdura bilsin insanın ruhuna. Ləzzət axtarsın, din də gəlsin o ləzzəti təmin eləsin və salam. Və salam. Başqa heç bir söz yoxdur ortada. Onlar deyir, gəl ləzzət göstərim sənə, bütün təbliğatları ilə. Sən də bu yandan deyirsən ki, elə həyat ləzzətdən ibarət deyil ki, əxlaqa riayət eləyin, Allahdan qorxun, təqvalı olun. Kim eşidəcək sözü? Kim sözü eşidəcək? Sən bilirsən nə deyən? Deyən yalan deyir o. O yalan deyir. Orada ləzzət yoxdur. Əksinə, ləzzəti əlindən alır sənin. Əksinə, ləzzəti azaldır. Əziz qardaşlarım, şeytan insanın dininin düşməni deyil, insanın düşmənidir. İnsanın düşmənidir. Şeytan tək axirətin düşməni deyil, şeytan dünyamızın da düşmənidir. Şeytan insanın Allahpərəstliyinə düşmən deyil, insanın özünə düşməndir. Quran buyurur, İnnəhu ləkum aduvvun mubin. O sizə açıq-aşkar düşməndir. Sizə, sən insana. Dini də ona görə sənin əlindən alır ki, din ləzzət bəxşdir, sən insana zərbə vurmaq üçün dininlə düşmənçilik eləyir. O zatən sənin düşmənindir. Sən insanın düşmənidir. Biz ancaq elə bilirik, şeytan ibadət və bu şeylərlə, orada gəlir, adamı azdırır. Niyə axı ibadət eləmə? Şeytana nə düşübdüsün ki, günah elə, ibadət eləmə? Nə istəyir axı? Bu düşməndir, bunun adını qoyublar düşmən. Düşmən necə olur? Düşmən istəyir ki, sənə pis olsun. Düşmən istəyir ki, sənə yaxşı olmasın, pis olsun. Bir şey ki, sənə istəyir pis olsun, necə sənə ləzzət təklif eləyə bilər? Ay müsəlmanlar, ay insanlar, ay ağıllı düşünən adamlar. Bu ki, istəyir sənə pis olsun, bu səndən düşməndir, sənə necə ləzzət təklif eləyə bilər? Düşmən bir söz nədir? Sən xoşhal olanda o narahatdır. Sən narahat olanda o şaddır. Həmişə istəyir narahat olasan. Keçmişdə yaşlı kişilər, köhnə kişilər, indi də bilməm, dilləri yox, çox tez-tez deyərdilər. Əsəbləşən kimi deyərdilər, lənət şeytana. Adam deyər ki, sən əsəbləşmirsən, kimlənsə dava edirsən, şeytanın nə işi, şeytanla nə işi? Bilirdi ki, dindən gəlirdi bu təlim ki, o sənin rahatlığın düşmənidir. O sənin şadlığın düşmənidir, xoşhallığın düşmənidir. Səndə bu əsəbin yaranmasına vəsvəsə eləyənlərdən biri də odur. Sən idman eləyirsən, o narahatdır, məsələn. Sənin idman eləmə evin düşmənidir. Sənin sağlamlığın düşmənidir. Təkcə namazın düşməni deyil. Təkcə ibadətin düşməni deyil. Ailədə mehribandılar, bir-birini heç kəs namaz da qılmasa, onun da düşmənidir. Ailədə mehribandı insanlar bir-biri ilə. Nuhun ümməti kafir idi. Şeytan azdırmışdı onları. Həzrət Nuh əleyhissalam, bilirsiniz də bunu, dua elədi, onlar məhv oldular. Onlar məhv olanda bu gəldi,
Nuh Peyğəmbərə təşəkkür eləməyə. Gəldi dedi ki, minnətdaram, çox sağ ol. Şeytan deyir Nuh Peyğəmbərə. Peyğəmbərə də bu sözü demək olar. Deyir, sən mənim nəyimə təşəkkür edirsən? 950 ildir mən sənlə düşmənçilik edirəm. Cəmaatı Allaha çağırıram. Mən sənlə mübarizə aparıram. Deyir, heç nə bilirsən, niyə təşəkkür edirəm? Bəddua elədin onlara. Getdilər cəhənnəmə. Fəərixtəni minhum, mən onlardan rahat elədin. Nə qədər vaxt qoyacaqdım, enerji sərf eləyəcəkdim bunları azdırmağa, işimi asan da elədin. Ay namərd, sən öz tərəfdarların da düşmənisən, bəli. Sən öz tərəfdarlarınla da beləsən, bəli. Mən ümumiyyətlə insana düşmənəm, insanla düşmənəm. İnnəhu ləkum aduvvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Halvuz pis olanda, qanunuz qara olanda dinən lənət şeytana. Çünki o sevinir. Sənin qanun qara olanda o sevinir. O sənə düşməndir. O sənin xoş günüvü görmək istəmir. Şad günüvü görmək istəmir. O şadlığı sənə artıq görür, çox görür. Dinlə də ona görə düşməndir ki, din ləzzət üçün gəlib. Allah da insanı ləzzət üçün yaradıb. Düşmənimiz də ləzzət almağımıza müxalifdir. Biz rolları dəyişmişik beynimizdə. Elə bilir, şeytan ləzzət tərəfdarıdır, Allah itayət tərəfdarı. Vay, 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 vay. Biz nə qədər Allaha zülm eləyirik. Allaha zülm eləməyə gücümüz çatmır, amma bu cür yanaşmamızla. Biz elə bilirik, o ləzzətə çağırır, Allah itayətə. Yadınızda da dəfə dedim, qərb mədəniyyəti adlandırdığımız mədəniyyətin ən böyük eybi, nöqsanı, fəsadı onun insan ləzzətinə düşmən olmasıdır. Əslində ləzzətə dəvət adı ilə, əslində ləzzət carçısıdır, ləzzətli yaşa, keyflə yaşa sözü ilə keyfi, ləzzəti insanın əlindən alır deyə biz ondan düşməniyik. Biz o tərs təfəkkürü qəbul etmirik. Kim deyir ki, eyş-işrət, fəsad, əxlaqsızlıq haçanla ləzzət olub? Kim bunu bizim şuuraltımıza təlqin eləyib? Bunlar hamısı istirabdır. Ləzzət məntiqini inkişaf elətdirək, ləzzət məntiqi ilə mövzulara yanaşaq, məsələlərə yanaşaq. Xüsusilə günümüzdə, indiki dövrdə. Niyə görə indiki dövrdə xüsusilə? Çünki insan inkişaf eləyib. İnsan inkişaf eləyib və gəlib bir yerə çatıb ki, ləzzətdən məyus olub, ümidsiz olub. Başa düşüb ki, ona aldadırdılar. Ona vəd edilən ləzzəti ona müasir dünya verə bilmir. Vaxtı daha çox çatıb. Niyə? Çünki bəşər ağlı ilə, təcrübəsi ilə başa düşməyə hazırdır ki, ləzzət nədir? Bilirsiniz niyə? Ağıl bu sual verir. Sonra ağıl buna deyirlər. Ağıl deyir ki, bu, nə olsun, sonra sualı ilə gedir məğzə həqiqətə çıxır. Əqəlun nas ənzəruhum fil əvaqib. Buyurur ki, ən ağıllı insanlar sonu görən insanlardır. Biz ləzzətdən ona görə danışmırıq ki, bəşəriyyət azğınlaşıb, biz də ayaqlaşaq, ləzzətdən danışaq. Da niyə cəmaat xarab olub, biz uduzuruq, eybi yoxdur, biraz onların məntiqi ilə danışaq. Biz bunun üçün danışmırıq. Ləzzətdən danışmağımızın məqsədi bəşəriyyətin azğınlığı deyil, bəşəriyyətin təkamülüdür, inkişafıdır. Ağıllı adam daha yaxşı başa düşür bizim sözümüzü. Mümkündür bəziləri desin ki, yox, son hədəf sən təhrif edirsən, mərifətullahdır. Allah mərifəti. İnsan mərifət üçün yaranıb. Dünən dedim, sual verim, yaxşı, sonra. Mən mərifətim var Allaha, sonra nə olur? Ləzzəti varmı bunun? Mən ondan həzz ala bilirəmmi? Allah ümumiyyətlə niyə deyir bəndəsən, məni tanı? Nə olur, mən onu tanıyanda, nə olur? Allah deyir sənə ağzında, Allah da hamıdan sənə mehribandır.
Mehribanlığı o yaradıb. Niyə deyirəm məni tanı? Ona görə ki, sən insan adlı varlıq, ancaq onu tanımaqdan ən maksimum ləzzət ala bilərsən. O da ki, ləzzət bəxş etmək üçün deyir, məni tanı ki, görəsən tanımaqdan nə ləzzət var. Allah tələb əsasında yaradılış qurmayıb, təklif əsasında yaradılış qurub. Allahın yaratmasının ilkin məqsədi tələbdir, yoxsa bəxşiş. İlkin məqsəd yaradım ki, faydalandırım, ləzzət bəxş edim. Yolda nə lazımdır? Mərifətullah. Onun üçün nə lazımdır? Übudiyyət, bəndəlik. Odur ki, deyir, mən səni bunlar üçün yaratdım. Yolu bəyan edir. Amma ilkin məqsədi nədir? Odur ki, sən insan ən böyük ləzzətə layiqsən və bu ən böyük ləzzətin yeganə mənbəyi Allahın özünü tanımaqdır. Allah bilirsiniz nə deyir? Deyir ki, məni tanı, ləzzət al, mən də baxım, keyf eləyim ki, bəndəm ləzzət alır. Mən Allaham da. Allahlığımdan faydalandırmalıyam ya yox? Allahlığımdan fayda çatdırmalıyam ya yox? Allah bəndən nisbətində budur ki, sən keyf elə ondan, o da baxsın, desin, bəh, mən bəndəm keyf eləyir. Allah budur. Bu qəzəllər görürsünüz, yazırları, Füzulinin qəzəlini mən hərdən açıram, oxuyuram, bir səhifə, bəzən 3 bənd. Görürsən ki, bu kişi nə qədər ləzzət alıb ki, onun misralarından halı sənəd ötürülür. Deyirsən ki, Allah, hərdən olub şeirini oxumuşam, görmüşəm ki, elə şeylərə beynim getdi ki, heç mən onu adi halda başa düşməzdim. Bilirsiniz nədir? Onun keçirtdiyi haldır, misralarla sirayət edir sənə. Apar səni o aləmə. Bir and ona görə şeirlərdə, o qəzəllərdə xüsusi bir ləzzət var. Mən məsələn şəxsən ən ləzzət aldığım şeylərdən biri elə şeir məclisində oturub şeir dinləməkdir. O şeirlərdən ki, qaynağı həmin o ləzzətdir. Baxın, görün, ləzzətlərini yığıb-yığışdıra bilmirlər. Cuşa gəlir, qaynayır, çevrilir, olur qəzəlin misrası. Odur ki, hər hərfin o ləzzət hopub, o keyf hopub. Oxuyursan, sənə də sirayət eləyir. Mən belə baxıram ki, siz mənə inanmırsınız. Mən belə baxıram ki, insanlar deyir, bu yəqin görür dinin müştərisi azalıb, dinə müştəri yığmaq üçün deyir ki, din ləzzətdir. Amma halbuki tərsəd ki, şükür Allaha, dinin müştərisi azalmayıb, arta gedir, maşallah. Dünyanın hər yerində bu tendensiya var. Söhbət azalmaqdan getmir və mən heç zaman, çünki sabah buna görə cavab verəcəm, heç zaman bu minbərdən belə deyək, könüllərə xoş olan sözləri danışmamışam. Ki, belə eləyək ki, cəmaat çox gəlsin, onların xoşladığı söz olsun, əbəda, mümkün deyil. Mümkün deyil. Siz mənə daha yaxşı inanasınız deyə mən hədislərə müraciət edirəm. Yoxsa elə ağıl da bu sözlərin hamısını deyir. İmam Sadiq əleyhissalam buyurur ki, لَوْ يَعْلَمُ النَّاسِ مَا فِي فَضْلِ مَعْرِفَةِ اللّٰهِ عَزَّ وَجَلِ deyir, insanlar bilsəydi ki, Allah mərifətində nə dəyərlər, fəzilətlər var, nələr var? مَا مَدُّ أَعْيُنَهُمْ إِلَى مَا مَتَّعَ اللّٰهِ بِهِ الْأَعْدَاءِ مِنْ زَهْرَةِ الْحَيَاةِ الدُّنْيَا وَالنَّعِيمِهَا buyurur ki, Allahın öz düşmənlərinə də verdiyi bu dünyaya və onun bəzəklərinə gözlərinin ucu ilə də baxmazdılar. Bilsəydilər ki, mərifətullahda nələr var. O zaman Allahın düşməninə də qismət olan bu dünyadan bizar olardılar, gözlərinin ucu ilə də ona baxmazdılar. Niyə axı? Bu dünya bəzəyi ilə aldatmır, ləzzəti ilə aldatmır. Nəydən aldadır? Ondan aldadır. Deməli, burada onun çoxu var ki, o qədər böyük bir həcmdə ləzzəti qəbul edir ki, bu da gözündən düşür. Başa düşün, əzizlərim, nəsihətlə adamları dünyadan çəkindirmək olmayacaq. Olmayacaq. Olmur da heç. Olmur, neçə ildir, hamı nəsihət edir. Bu dünya müvəqqətidir, filandır, dizzato ləzzətlidir. Odur, ürəyində onu deyir. Müvəqqətidir, bilirəm də müvəqqətidir.
15 günlük də dünya. Müvəqqətidir, qoy müvəqqəti keyf eləyim. İmam Sadiq əleyhissalam buyurur ki, mərifətullahda bilsələr nələr var, dünyaya gözünün ucu ilə baxmayacaq. Görürsünüz, bir dənə alternativ budur ki, ondan artıq ləzzəti indi dadım. Nisyə yox, nəqd. Nəqd dadım. Bu nəqd göstərir axı. Nəqdin müqabilində nəqd. Və kənət dünyahum əqəllə indəhum mimmə yətəunəhu bi ərculihim. Deyir ki, əgər mərifətullahda nə var onu bilsələr, dünya bilirsiniz necə olar? Ayaqlarının altında tapdaladığı şeydən daha dəyərsiz olar. Siqareti atıb kötüyünü tapdalayırlar, görürsünüz? Nə qədər də dəyərsiz də çəkilib qutarıb, tapdalayır, onu əzir. Deyir, o cür olar onun üçün, o şəkildə olar. Nə var bu mərifətullahda? Buyurur ki, وَلَنْ نُعِمُّ بِمَعْرِفَةِ اللّٰهِ جَلَّ وَعَزْ وَتَلَزَّزُوا بِهَا تَلَزُّزَ مَنْ لَمْ يَزَلْ فِي رَوْزَاتِ الْجِنَانِ مَعَ أَوْلِيَاءِ اللّٰهِ. İstəyirsiniz, inanasınız, mən gərək deyəm. Tələzzüz, ləzzət, Hacı Cavidə müraciət edirik, Hacı Əkrəmə. Ləzzət sözündən də, mən düz deyirəm, inanın. Tələzzüz sözü deyir, ləzzət sözü deyir. Hacı Ruslan da bilir. İnanmırsınız, ondan soruşun. Ləzzəti birbaşa işlədir, birbaşa hədisin mətnində. Buyurur ki, bunlar mərifətullahdan elə ləzzət alırlar ki, bu ləzzət cənnətdə övliyalarla bir yerdə əbədi davam eləyəcək. Buradan başlayır, ha. Buradan başlanır, saniyə keçdikcə artır və əbədi olaraq davam edir. İnsan bu keyf üçün yaranıb. Bu ləzzət üçün yaranıb. Tələzzəzu biha. Tələzzəzu biha. Ləzzət alırlar ondan. Sən niyə quru sözlərdən istifadə edirsən? İnsan mərifətullah üçün yaranıb, cəmaat da deyir. Mərifətullah üçün. Dinən insan ləzzət üçün yaranıb, mərifətullah ləzzətə çatma vasitəsidir. Ləzzət sözü deyən kimi o saat deyəcəklər, bu başqa məsələ. Hələ əvvəl bunu denən, sonra da yaşat da, əvvəl denən. İzah elə, ifadə elə. Biz elə bilir ki, bir ləzzət var, bir alternativ mərifət var. İndi gəl bu ləzzətin qabağında alternativ təklif elə, görüm kim gedəcək sənin o alternativ və tərəf. Anlamır insanlar, denən onlara. Deyə bilərsiniz ki, axı demişdin dünyadan da ləzzət almaq. İndi bəs deyirsən, dünyaya gözünün ucu ilə baxmır. Başa düşürsünüz ki, dünya müstəqil olanda ləzzət mənbəyi deyil. Dünya da Allahın qoynunda sən olanda, Allaha bağlananda şirinliyə başqa cür olur. Dünyanın da müstəqil ayırson, onu heç nə yoxdur. Ancaq ağrı acıdır. Ən şad günündə yenə deyirəm, bax, toyda görsən qəm gətirir evə. Çünki görsən ki, xoş günün bir gün ömrü bitəcək. İnnə ma'rifətəllah əzzə və cəl anisun min kulli vəhşə. Hədisin davamıdır. Deyir, Allah mərifəti bütün vəhşətlər zamanı insanın munisidir, insanın dostudur, həmnişinidir və sahibun min kulli vəhdə. Təklik zamanı insanın dostudur. Kim mərifətullaha çatsa dahi qəmli statuslar yazmayacaq. Ki, dostlar məndən üz çevirdi, filan kəslər filan oldu, kimə yaxşılıq eləyirəm, belə oldu, ham baxsan dünyanın ən məzlum adamıdır. Deyir, o olsa, təklik zamanı dostundur. Və nurun min kulli zulmə, bütün qaranlıqların içində bir nurdur. Və quvvətun min kulli zəfin, zəifliklər içində bir qüvvətdir, qüdrətdir. Və şifəun min kulli suqmin, bütün bəlaların, giriftarlıqların şəfasıdır. Sən demə, mərifətullah ləzzətliymiş, bəs nə bilmişdin? Onda bu ariflər deyirlər, filan kəs arifdir, filan, çox da böyük iş görməyiblər, bəli, özləri üçün eləyiblər, öz keyfləri üçün.
Hal əhli ilmişlər onlar. Biz elə bir ancaq onlar zikir, dua deyib özlərini məcbur eləyiblər. Yox, onlar hal əhlidirlər, keyf əhlidirlər. Ən çox keyf çəkən adamlardır. Birinin həyatı məndə var, neçəsinin var. Açıram, oxuyuram, Allaha and olsun, ən qəmli halımda halım dəyişir. Onun halından dəyişir. Onun barəsində oxursan, halın dəyişir, üzün gülür. Deyirdi ki, özü deyirdim, onun şagirdi deyir, Həddadın. Deyir, Məhərrəmin 10 günündə məst halında olurdu ləzzətdən. Məst halında, baba 10 gündə. Özü deyirdi ki, cəmaat bilmirəm nəyə ağlayır. Özü də ağlayır deyim hamısına, ağlamağın əleyhinə. Amma başqa söz deyirdi. Mən bunu bir cümlə deyim, bunu da izah eləməyim. Bu sözün əhli varsa burada özü başa düşəcək. Deyirdi ki, bu hadisə vəhdət aləmində sevincdir, kəsrət aləminə enəndə qəmə çevrilir. Kərbəlanı belə tərif edirdi. Deyirdi, vəhdət aləmində sevinc olan bir şey ki, enir kəsrət aləminə olur müsibət və qəm. Yəni, bunun həqiqəti sevincdir. Sadəcə bunun o qəm yandırıb, paklayıb o sevinci. Yəni, bunun batini surəti sevincdir. Mən bunu artıq izah eləmək istəmirəm. Uşaq evdə ləzzət axtarır, ata hey nəsihət edir. Ay bala, adam ol, filan ol. Deyir, qardaş, adam olmaq istəmirəm, hatta keyf eləmək istəyirəm. Deməsə, ədəb saxlayır, demir. Demir, hörmət saxlayır, amma bunu düşünür. Səhv təsəvvür formalaşdırırsan. Uşağa denən ki, bilirəm də, məsələn, keyf istəyirsən, əyləncə istəyirsən, mən sənin atonam, mən sənin ananam, mən də bunu istəyirəm. Təəccüblənər onda ki, doğrudan, bəli, valla, mən də onu istəyirəm. Bu sözdən çox istifadə elə ki, fəsad aparmasın uşağı, o ləzzət adı ilə ovlayıb aparmasın. Bir mövzuya toxunum, vaxtımız daralır, amma diqqət eləyin, valla bunlar lazımlıdır. Sonra görəcəksiniz, həyatda dadınıza çatacaq. Mənə deyə bilərsiniz ki, sən ki, bu qədər ləzzət deyirsən, birdən əsas verərsən günahdan ləzzət alanlara, deyər ki, demirsən ləzzət, biz də bundan ləzzət alırıq. Onlara əsas verərsən, rəvac verərsən onların günahlarına. Əvvəldən dedim, mən ən üstün ləzzətdən danışıram. Mən bütün dünyanın ləzzətpərəstlərinə müraciət edib deyirəm ki, kişi olun, axıra qədər gedin ləzzət mövzusunda. Kişi olun, axıra qədər gedin. Ləzzətin azına qanı olsan, bir sən nə olsan, o biri canlılar kimi olursan. Görsən, yuvası 100 il bundan qabaq o boydadır, heç nə axtarmır. Nə qədər ona ləzzətdən pay ayrılıb, o quşlara. Ona da qanidir. Sən quşsan, sən, məsələn, filan canlısan, xeyr, sən insansan. Sən insansan və insansansa, sən onun azına qani ola bilməzsən. Azına qani ola bilməzsən. Bilirsiniz niyə? Çünki az ləzzət deyil, istirabdır, əziyyətdir. Keçən dəfə dedik, o əzəmətdə insan xırda bir ləzzəti atırsan, qəlb qabının dibində qalır, biraz həyəcana gətirir, həyəcana gətirir, haram ləzzətdən danışıram. Həyəcana gətirir, sonra insan bu boyda vücuddur, bu biraz əl-ayaq çalır, sonra sönür, indicə bunun qəmi ilə neynəyəsən? İndicə bunun əzabı ilə neynəyəsən? Odur ki, biz günahkarlara cürət vermirik. Biz deyirik ki, sizi aldadıblar. Sizi aldadıblar, sizə acını ləzzət adı ilə sırıyıblar. Bazarda olur, saxta mal verirlər adama. Vay, nə qədər verdi? Ömür sərmayəmi verdim, aldatdılar. Biz bunu başa salmaq istəyirik onlara. Hansı ləzzətlər qadağandır? Biz ali ləzzətdən danışırıq, elə sual verirəm, az ləzzət qadağandır, ləzzətin azı. Mən istəyirəm, həm meyvə yiyim ondan ləzzət alım, həm Quran oxuyum. Kim dedi ki, az ləzzət qadağandır? Meyvə də yi, nuşu canın, Quran da oxu, namaz da qıl, yaxşı ləziz yeməklərdən də yi. Nuşu canın. Mən dindən danışmıram, bax. Mən insandan danışıram, insandan oturaq, insan kimi bir-birimizdən söhbət edirik.
İnsan ləzzət tələbdir, bəli. Ləzzət tələbdir, çox yaxşı, din deyir, çox yaxşı. Ləzzət tələb, gəl ləzzətin ən yuxarısını axtar. Bəs az ləzzət necə? Az ləzzət, əgər çox ləzzətə mane oldusa, qoy kənara. Dini sözdür bu? Yox. Əgər az ləzzət, çox ləzzətə mane oldusa, din gəlir bu ləzzət bəhsinin içinə, deyir buna haram, buna görə deyirəm. Haram indi gəldi gündəmə. Biz elə bir halal, haram, nəsə Allah oturub özündən bir sistem qurub, bunu elə... Yox, ləzzət məntiqi ilə getmirsən. Çoxa mane olan az ləzzət qırağa qoyulmalıdır. O qırağa qoyulmağın adını qoyub haram. O qırağa qoyulmağın adını qoyub haram. Din deyir haram. Ləzzətpərəstlik məntiqinə daxil olur ortada. Dindən danışmırıq da, deyir ki, mən ləzzətin çoxunu istəyirəm. Bəzi ləzzətlər var, elə bil din gəlməyib hələ. Bəzi ləzzətlər var, o çox ləzzətdən məni məhrum eləyir. Neyiniyim? Ağıl deyir, at qırağı onu, at tez qırağa. At qırağanın adına haram deyilir. Haram gəlir, olur dini termin. Yoxsa niyə desin ki, olmaz? Təsəvvür edin, bizim Allahımız, bəzilərimizin Allahı belədir. Ləzzət yaradıb. Buradan da deyir, olmaz ona. Sən də, deyirsən, ay Allah, mən istəyirəm axı. Əzab çəksin, o da keyf eləyir, deyir, ay Allah. Belə Allah olar. Bu nətər Allahdır. Ləzzəti yaradıb, sonra deyir, olmaz. Sən də əzab çəkirsən, o da deyir, ay Allah, xoş deyirəm, sən ləzzətdən məhrum olub əzab çəkirsən. Nə Allah bəndəsən sən. Bu necə Allahdır, buna necə ibadət eləmək olar? Deməli, az ləzzət, çox ləzzətə mane olanda kənara atılır. İkinci məsələ, ləzzətdir, sənə zərbə vurur amma. Onda necə? Ağıllı adam ona tərəf gedər. Bir misal var, bizdə ona uyğun bir misal deyim. Qadınlar qaşlarını məsələn düzəldir elə. Qaşlarını düzəldir. Biri deyir ki, yaxşı bir dənə aparat gətirmişəm xaricdən. Qaşı sənin qaydasına salacaq, əla, kaman olacaq qaşın. Qaşı kaman eşitmişsiniz elə. O şəkildə olacaq, əla. Bu da deyir, nə qəşəng, mən əziyyət çəkirəm. Yox, deyir, əziyyət yox, elə qoyucusun üstünə, əla qaydasında. Neçədir, o çox ucuz. Məsələn, Almaniyadan gətirmişəm. Deyir, ver onu mənə ver. Verəndə deyir ki, amma bir eybi var ki, gözü çıxardır. Deyirsən ki, yerə girəsən, sən də sənin aparatında. Direkt qaş, göz, necə deyir? Qaş düzəldən yerdə gözünü çıxartdı, ona misal dedim bunu. Bəzi ləzzətlər var ki, qaş düzəldən yerdə gözü çıxardır, deyir, onu eləmə. Deyir, onu eləmə, ondan uzaq ol. Ya azdır, çox aman olur, ya sənə zərbə vurur. Bunlardan dil imtina elə. Şeytan bunları düzəldib sənin üçün, elə sənə deyir ki, gəl, qaş düzəldən yerdə gözü çıxardım. Məntiqlə düşünün, din məntiqdən kənar heç nə demir. Az ləzzətə qane olma, çox ləzzət istə. Çox ləzzətə mane olan az ləzzətdən imtina elə. Sənə zərbə vuran ləzzətdən imtina elə. Çünki bunlar ləzzət deyil heç biri. Hansı ləzzət yaxşıdır bəs? Daha çox, daha davamlı və daha dərin. Dindən danışmıram, məntiqlə. İslam da buna uyğun söz desə qəbul edeyim İslamı, yoxdursa istəmirəm mən. Bir din ki, gəlib mənim ləzzətimə mane olacaq, istəmirəm. Çox olsun, davamlı olsun. Çünki bitəndən sonra xatirəsi adama istirab verir. Deyir, bir günlərimiz var idi. Dünən xoşbəxt idi, bitib axı. Xoşbəxtlik bitsə başlayırsan əzab verməyə. Xoşbəxtliyin xatirəsinə baxıb ağlayırlar, görürsünüz? Çünki bitib artıq. Bitən şey sənə ləzzət verə bilmir, sənə layiq deyil. Nostalji qəm hissidir. Qəm hissidir. Baxır cavanlıq şəklinə, sağlam idim, əla idik. Baxır bir günlərimiz vardı, bir görsən ağlayır, ya narahatdır. O yiyib-içib keyf eləyənlərin 80 yaşında müsahibələrin hərdən maraqla oxuyuram mən. Hamıdan şikayətçidirlər. Hamıdan. İş qalmayıb eləməsin vaxtında. Amma indi oturub
narahatdır, xatirəsi ilə yaşayır. Əgər bu ləzzət idisə, amma 90 yaşlı Arifin gözündə sevinç şartısına bax. Məstiyə bax, hansının gözünə baxırsan, bir məstlik var gözlərində. Bir ləzzət var ki, adama sirayət eləyir. Bir də o ləzzətlərdən imtina elə ki, yaxşı sözlər danışacağım, evti diqqətlə qulaq asın. O ləzzətlərdən imtina elə ki, başqalarına zərbə vurur. Deyə bilərsən, mənim nəyimə lazım, başqasına nə olur olsun, mən ləzzət alım. Məsələ bundadır ki, dünya elə tərtib olunur ki, başqalarının bədbəxtliyi üzərində xoşbəxt olmaq olmur. Sən kiminsə bədbəxt eləyib, onun hesabına ləzzət alacaqsansa, dünyanı belə qurublar, belə tərtib olunur və təcrübə də bunu göstərir ki, onun zərbəsi sənə dəyər. Mümkün deyil. Mümkün deyil. Pulu ola bilər, var ola bilər, xoşbəxt ola bilməz. Mümkün deyil. Onun içinə gir ürəyinə, onun ürəyindən daş asılıb. Kiminsə bədbəxtliyi, kiməsə zərbə vurub ləzzət almaq mümkünsüz bir şeydir. Heç cür mümkün deyil. Amma ləzzət daimi olsun, davamlı olsun, dərin olsun, başqalarına da ötürəsən. Adam var ya, gəlir bir çevrənin içinə oturan kimi görürsən ki, cəmaatın halı dəyişir, enerji verir hamıya, nur bəxş eləyir, hamını sevindirir, güldürür. Mömin dindar budur. Bəzi xəstələr qıcıqlanır o heç, amma ətraf cəmaat görür ki, bu nə yaxşı insandır. Bundan sevinç saçır hər yana. Allah da baxır məndəsinə ləzzət alır. Deyir, bax, gəldin, çatdın mən deyənə. Mən səni bunun üçün yaratmışdım. Bir dənə də şey deyim. Hər şeyi saydıq. Yaxşı bir sual verirəm. Ləzzət çoxdur, amma biraz geç çatırsan ona. Dəyər? O da dəyər. Ləzzətpərəst adamdırsa deyər, eybi yoxdur. Gedim dalıcan. Çünki dalıca getməyin özü də ləzzətlidir. Səthi ləzzət əlin altındadır, tez də sönür. Bu isə biraz uzaqdadır, biraz yol getməlisən, əziyyəti var biraz. Amma elə ki, yola düşürsən, yol özü başlayır sənə ləzzət verməyə. Necə ki, o nişan filan, toyacan, bazara get, dükana get, hamısı o günə müqəddimədir deyə, elə bu proses də ləzzət eləyir adama. Biraz gez gəlir, çatır. Amma əlin altında olan ləzzət, bilirsiniz necədir? Məsələn, dilvə vurdun, şirinliyini hiss elədin. Düzdür, bu daha tez. İbadətin ləzzəti belə deyil, vuran kimi hiss eləyəsən. Biraz zaman aparır. Amma bu ki, dilvə vurdun, söndü, bundansa o gələcəkdə olan dərin ləzzətin xəyalı bundan daha ləzzətlidir. Çox vaxt keçirək, yorğun vaxt uzadır ki, bunlar qiymətli sözlərdir. Lazımlı sözlərdir. Biraz gec olsun, əziyyət olsun, amma daha dərin olsun. Ona da insan dözür. Əziyyəti də ləzzətə çevirir. İmam Hüseyn ağanın dilindən deyir, bəh-bəh nə gözəl səslənir oxlar havada. Heç nəğmə-i Davud olanməz bu sədada. Bir zərrə əziyyət eləmir yarəli sinəm. Heç bilməyirəm harda qalıb nazlı səkinəm. Bütün o prosesin özü ləzzətlidir. Bəla da içində ləzzətlidir. Biz dünyaya elan eləyək ki, biz ləzzət iddiasındayıq. Biz günah ona görə eləmirik ki, günah ona görə tərk edirik ki, bizim ləzzətimizə, keyfimizə mane olur. Biz ona görə ibadət edirik ki, bizi ləzzətə çatdırır. Düzdür, birdən-birə yox. Bugün namaza gələn kimi olmur. Davamlı ona tərəf hərəkət elə. Va'bud rabbaka hatta ya'tiyakal yaqin. Allaha o qədər israrlı bəndəliyi elə ta yəqinə çatasan. Yəqin nədir? Həmin o keyfdir, həmin o ləzzətdir. Bütün bunlarla razısızsa irfan bax budur. O ki deyirlər filan kişi arifdir, filan kəs övliyadır, bundan başqa bir şey deyil. Deməli siz irfana razı oldunuz. Deməli siz irfana qədəm qoydunuz. Vəssalam, gərək bu məclisə, bu məclislərin özəl cəhəti budur ki, bu məclislər əziyyətsiz ləzzətdir.
Ramazan ayında əziyyət çəkirsən və ləzzətini də görürsən. Əziyyət budur ki, neçə saat ac qalırsan, susuz qalırsan. Bu elə bir ziyafətdir ki, burada əziyyət yoxdur. Bunun hesabını İmam Hüseyn ağa verib. Zarafat bilməyin, Allaha and olsun, bu məclisin ləzzəti, burada daddığımız ləzzət, insanın dada biləcəyi ən ali ləzzətdir. Bu elə-belə yoldan keçən məsələ deyil. Sadəcə yoldan keçənlərə də verir. Ne üçün? Çünki adi halda buna zəhmət lazım idi. Biz də o zəhmətə hazır deyilik, tənbəlik, bizi yaxşı böyütməyiblər. İmam Hüseyn ağa burada meydana girir. Deyir, eybi yoxdur. Bu yolda nə qədər zəhmət çəkəcəkdi hamısı. Hamısını ver mənə. Zəhməti mən çəkim. Keyfi bunlar. Bu bir ziyafətdir ki, bunun hesabını İmam Hüseyn ağa ödəyib. Amma nə ilə ödəyib? Əli Əsqərinin qanı ilə. Əli Əkbərinin qanı ilə. Bu nə üçün gedib bunların hamısına? O ləzzət ki, biz onun üçün yaranmışıq, tənbəllik eləyirik ona tərəf gedək. Gör bizi nə qədər çox istəyir ki, bizim tənbəlliyimizi kompensasiya eləmək üçün deyir, ilahi nə lazımdır? Bunlar otura-otura çatsınlar ona. Görün biz ağaya nə qədər borcluyuq. Görün biz ona nə qədər borcluyuq. Bu hisslə siz bu məclisə gəlməsəz, İmam Hüseynə təşəkkür eləyə bilməzsiniz. İmam Hüseyn ağa həmin o yaradılış ləzzətinə çatdırmaq üçün bu yükü öz üzərinə götürüb. Fikir vermişsiniz, halal haram yoxdur burada. Nə mənada? Kim bura gəlməsə, axşam burada dayanmasa cəhənnəmə gedəcək. Belə söz deyən var, yox. Vacibdirmi bura gəlmək, yox. Gözəlliyinin hamısı bundadır ki, bax gəliblər. Hamı oturub burada. Bir dənə vacib hökm yoxdur. Vacibdir toy eləməmək, xeyr. Eləmir. Könüllülükdədir. Bir nəfər deyir, İmam Hüseyn ziyarətində alim danışır. Deyir, Fransadan gəlmişlər, ayaqla cəmaat gedirdi. Yolun yarısında dedim ki, siz bilirsiniz ki, bu həc kimi vacib deyil. Dedi, necə? Ki, yəni, buradakı gələnlərə deməyiblər, bura gəlməsin, cəhənnəmə gedəcəksin. Deyir, oturdu, dedi ki, hə, bu başqa məsələ. Mən indiyəcən yolun yarısını elə bilmişəm ki, bu vacib dini ayindir. İndi deyim, mən ümumiyyətlə başa düşmürəm. Deyir, gördüm ki, dəli oldu da, yəni, ağlı başından çıxdı. Mən şairanə sözlər danışmıram, ha, and olsun Allaha. Eyni həqiqəti sizə çatdırıram. Həccin əziyyəti var, keyfi də var. Orucun əziyyəti var, keyfi də var. Yolun əziyyəti də var, keyfi də var. İstisna İmam Hüseyn məclisidir ki, əziyyəti yoxdur, heç bir vacib əməl eləmir. Keyfi də hamısından çoxdur. Odur ki, biz gərək İmam Hüseynin qabağında torpaq olaq ki, ağa, sənə necə minnətdarlıq bildirək ki, mən mənliyimlə, bu vəziyyətimlə bu hala gəlib çıxa bilməyəcəkdim heç vaxt. Sən isə mən günahkara da o ariflərin ləzzətindən bu məclisdə daddırdım. Sözümü bitirdim. Ən münasib vaxtı dəyişmək üçün, tövbə üçün. Cümə gecəsidir bu gecə. Hüseyn məclisidir. Qurban olduğum bütün göyün rəhmətini çəkib gətirib yerə. Dəyişmək fürsəti buradadır, bu gecədir. Ən rahat dəyişmək fürsətidir. Ən rahat bağışlanmaq fürsətidir. Hamısını dəridən qabıqdan çıxıb sənin üçün ki, sən gələsən, belə rahat oturub, həm keyf çəkəsən, həm təmizlənəsən, həm ləzzət alasan. Gözləməyin, mərifət gəlsin, sonra əməllərimizi dəyişək. Gəlin, bugün dəyişək, tövbə eləyək yolumuzdan, əməlimizdən, düşüncəmizdən. İstiğfar eləyək bu gecə. İmam Hüseynin huzurunda etiraf eləyək. İnnəllâhe yuhibbut təvvabin. Allah tövbə eləyənləri sevir. Hürrə baxın, Hür birdən ayıldı. Hürrün gözü birdən açıldı. Gəldi, dedi, qələt elədim, ağa. Gəldi bunu deməyə. Hür məni bağışlasın. Bu cümə gecəsində icazə verin, onun xətalarından danışın.
O tarixdə olmuş bir şeylərdir. Hürr İmam Hüseyni saxladı Kərbəlada. Bir dəfə bütün beyninizi təmizləyin, bir dənə mənə qulaq asın. Bütün məlumatları çıxardın beyninizdən, təzədən mənə qulaq asın. Hürr İmam Hüseyn ağanı saxladı Kərbəlada ki, başqaları gəlib onu doğrasın. Və gəldilər də doğradılar da. Hürr İmam Hüseyn ağanı saxladı. Çox adam razılaşmırdı o 1000 nəfərlik qoşunun başında dayanmağa, nəsə çəkinirdilər. Adam tapmırdılar. Hürr dedi, mən hazır. Mən hazır Hüseyni mühasirəyə almağa. Ömər Səd adam axtarırdı ki, kim bu işi görsün. Hürr nüfuzundan istifadə elədi. Bir nüfuzlu adam qabağa düşəndə gələni çox olur. Hürr nüfuzlu idi. İstifadə elədi, adamları yığdı başına. Nüfuzlu idi. Yığdı adamları başına, gəldi bu işi görməyə. Belə adamın axırı yaxşı olar. Bu kimi adamı. Hürr İmam Hüseyni narahat elədi. Dönə-dönə üzr istəyirəm. Hürr İmam Hüseyni pərt elədi. Təsəvvür edin, ailə ilə, yaxınlarla bir yol gedirsən, gəlib sənin qabağı kəsilirlər ki, olmaz, burada qalacaqsın. Bir dənə təsəvvür edin, mühasirəyə alırlar. Adam pərt olur ailənin, uşağın yanında. Hürr İmam Hüseyni pərt elədi. Bir söz nə iş gördü Hürr? İmam Hüseyn dedi ki, özləri məni çağırıblar. Əvvəlfəz get məktubları gətir. Hürr İmam Hüseyni məcbur elədi, İmam Hüseyn dəlil gətirsin. Dedi, gətir deyim, məndə günah yoxdur, küfəlilər məni çağırıb. Hürr İmam Hüseyni bura canvadar elədi. Bütün bunlardan sonra ayıldı, qayıdır indi. Xüsusi formada dedi qayıdım. Dedi ki, necə eləyim ki, məni qəbul eləsin bütün bunlardan sonra. Dedi ki, torpağı götürüm, tökün başıma. Torpaqdan götürdü, tökdü başına, toz içində. Çarıqlarını çıxardıb boynundan asıb. Nə halda gəlir bilmirəm. Gəlir ki, mən necə eləyim ki, sən məni bağışlasın bütün bunlardan sonra. Elə ki, gördü onu uzaqdan, heç imkan verdi danışmağa. O başı aşağı gəlir, uzaqdan gördü, dedi, irfə rəsək, başını qaldır. Başını aşağı salma, başını qaldır. Ondan sonra getdi, şəhid oldu, gəldi başının üstündən təlhur. Anan sənə gözəl ad qoyub, sən azad kişisən, azadsan. Gəldi başına, dəsmalla başını bağladı, yarasını bağladı. Biz bu cümə gecəsində deyək, biz yolu bağlamamışıq. Biz neçə ildir sənin məclisində sinə vururuq, əzadarlıq eləyirik. Hansı günahdan tövbə eləyək bu gecə? Şəxsi günahlarınızla işim yoxdur. Özünüz bilərsiniz, Allahınız bilər. Amma bizim hamımızı birləşdirən bir günah var ki, ondan tövbə eləyək. O nədir? Bizim hamımızın günahımız nədir? Biz varıq, İmam Zaman qeybdədir. Biz var ola. Biz varıq, İmam Zaman qeybdədirsə, hamımız günahkarıq biz. Deməli, nəyimizsə düz deyil, yolumuz düz olmayıb. Bu gecə fürsətdir ki, o yolumuzu dəyişək, dönək Allaha tərəf. İmam Hüseynin huzurunda. İmam Hüseyin ağanı and verirəm ən istədiyi adamlardan birinə. Məclisin bəzisi var, adam ağlaya bilir. Bəzi məclis var, adam ağlaya bilmir. Bu, indi olur insanın halıdır. Bilmirəm, siz ağlayacaqsınız bu məclisdə, ağlamayacaqsınız. Bilmirəm, amma ki, insanın ürəyi də sınsa, bu sözlərlə məncə kifayət eləyər. Ağlasa ki, lap yaxşı, gözündən yaş axsa, çox yaxşı. İmam Hüseyin ağanı bir adama and vermək istəyirəm ki, onu çox istəyir, çox.
Ondan nigaran getdi. Çox bacısı Zeynəbdir. Həzrəti Zeynəbin məzlumiyyətinə, qəribliyinə and verirəm İmam Hüseyni. Elə bir şəxsə and verirəm ki, Peyğəmbər buyurub ki, aleykum ən tuhibbu Zeynəb. Deyir, sizə tövsiyə edirəm, Peyğəmbər buyurub, Zeynəbi çox istəyin. O Zeynu əbihdir, atasının zinətidir. Onun adını Allah qoyub, Peyğəmbərə çatdırıb ki, bu qızın adını Zeynəb qoyub. Peyğəmbər Allahın əmri ilə onun adını qoyub. O atasının bəzəyidir. Əlinin ürəyini partladan sözləri o deməli idi Küfədə. Əli bu sözlərin hamısını deyənmədi. Nə qədər ürəyində qalmışdı, Zeynəb deməli idi. Zeynəb də danışanda deyir, tarix yazır ki, hamısı dabanlarını qaldırırlar ki, elə bir Əli gəlib Küfəyə. Nə şəkildə o sözləri danışırdı. Görsən, siz yenə Diyan Əmmədiniz ağladınız. Diyan Əmridə biz yenə də ağladınız. O müsibətləri eşidib ağlayırsınız. Zeynəb onu görüb gözü ilə. Heç bir arifin taqəti olmayıb Hüseynin başının bədənindən ayrılma səhnəsini görsün. Şəhidlərin də heç biri görmədi, Zeynəb gördü. Düşünmüsünüz bu haqda indiyəcən? Bacısını şahid gətirdi ki, təllin üstə diyansın, tarixə şahidlik eləsin ki, Hüseynin başını diri-diri bədənindən ayırdılar. Özdə aşıq olasan İmam Hüseynə və görəsən sevdiyin imamının başını kəsirlər. Sizin kimi müqəddəs adam kimdə həyatda? Diri adam. Kimə hörmətiniz var, ona xüsusi məhəbbətiniz var. Onun gözünüzün qabağında başının kəsilməsini təsəvvür eləyin. Mən Hüseyn deyirəm sənə, İmam Hüseyn. Zeynəb baxır, başı bədənindən ayrılır. Bu nə mahıdır ki, həddən keçib istirabı Zeynəb. Fələk üzrə mehri mahi eləyib kebabı Zeynəb. Dedi, məndəli bizarə ki, nə ahuzarıdır bu. Dedi, bu fəqanə bais ələmi Cənab-ı Zeynəb. Dəxi Lalədən soruşdum, niyə dağidar olubsan? Dedi, yandırıbdı bağrım o evi xarab Zeynəb. Gül sümbülü çəməndə bugün əşkibar gördüm. Bunları edib pərişan, yəqin inqilab-ı Zeynəb. Bu bəlalı çöldə qönçə necə bürqədar olsun? Kim əsiri şam-ı şumə, gedə bi-niqab-ı Zeynəb. Zeynəbin üzündən niqabını açarlar, deyir, necə ola bilər ki, güllər qönçələsin bu çöldə? Özün etsə qərqeyi xun nə əcəb o qətligəhdə. Bədəni Hüseyni göz-göz, görə çün Cənab-ı Zeynəb. Xəbər aldım Əhl-i Beytin ədədi qəmin fələkdən. Xəbər aldım Əhl-i Beytin ədədi qəmin fələkdən. Dedi ki, hesaba gəlməz, qəmi bi hesab-ı Zeynəb. Dəxi Zakiri hesab et, Qasım bəy Zakir. Dəxi Zakiri hesab et, səgi kuyi Kərbəladan. Behəqi fəqan-ı Zəhra, behəqi əzab-ı Zeynəb. Tərcümə eləyim, deyir Zakiri Kərbəla dərgahının iti hesab elə. Deyir, la, səni and verirəm Zəhranın ahu fəqanına və Zeynəbin əzabına. Məni qəbul elə bu qapıya. Oğlanlarına dedi, gedin icazə alın, növbə sizindir. Getdilər, ağa icazə vermir. Qayıtdılar, ana, dayımız icazə vermir. Dedi, necə icazə vermir? And verin anası Zəhraya. Anası Zəhranın adından keçməz. Demirəm nə oldu, gəldilər, icazə aldılar, balalarını öldürüblər Zeynəbin. Cənazələr xeymiyə gəlib. Hər bir şəhid cənazəsi gələndə Zeynəb çıxıb ağlayırdı. Bütün cənazələri.
Əli Əkbər, Qasim, bütün şəhidləri. İndi balalarının cənazəsini gətiriblər. Zeynəb xanım çıx xeymədən balalarının cənazəsini gətirib. Oturdu, başını aşağı saldı. And olsun Allaha xeymədən çıxmaram. Mən çıxım oğluma ağlayım, Hüseyn xəcalət çəksin. Buyurdu, xane-i səbri bilün yıxan deyiləm. Min oğlum ölsə də mən xeymədən çıxan deyiləm. Nisbət-i lütfü və naçiz idi neynim olanım. Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım. Necə ki, xanım Zəhra dolandı əleyhissalamın başına, dedi, ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa, ya Əbəl Həsən, ruhum ruhuva, canım canıva fəda olsun. Zeynəbdə nəyi vardı, tökdü İmam Hüseynin ayağının altına. Müsibətlər ürəyinə doldurdu. Çünki Hüseyin demişdi, ağlama. Hüseyin demişdi, ağlama. Bu qədər müsibətdən sonra deyir, Hüseyin deyib, ağlama. Qəmini doldurdu qəlbinə, ürəyinə. İmam Səccad deyir, elə ki, bizi əsirlikdən azad elədilər. Dedim, bibi azadıq. Bir söz nə dedi? Birinci istəyi budur ki, ay mənim ürəyimin parçası. Bir yer tapa bilərsən, oturaq Hüseynə doyunca ağlayaq. Neçə vaxtı qəm ürəyimi partladır. Bir yer tapa bilərsən ki, oturaq doyunca Hüseynə ağlayaq. Deyib bir yer götürdülər, gəldi. Elə yana-yana Hüseyin vay nalə elədi naləsini, yayıldı bütün Şama. Deyir, bəziləri qırmızı paltarda gəlmişdi bayram eləməyə. Onları da qəmə qərq elədi. Şəhər baş gəzəndə baxdı, dedi, nə namərd adama qonaq gəlmisən Hüseyin. Özləri qonaq çağırıb, özləri başına daş atırlar. Deyir, qızın çətin gün olanda anasına sığınar. Üzün dolandırdı Mədiniyə, yaman günümdə ana, xarici deyirlər Hüseynə. Gəl, bax, gör, oğlu dindən çıxmış sayırlar, xarici deyirlər. Deyir, hər il bunu demişəm, başqa sözüm də yoxdur deyəm. Doyuncan xanım Zeynəbə bugün ağlayaq, çünki onun özü ağlayanmədi doyunca İmam Hüseynə. Ağlayanmədi deyə xəstələndi deyirlər. Xəstələndi. Aparırlar bağa, bağçaya ki, ürəyə açılsın, suya gözü sataşırdı. Halı dəyişirdi. Çox yaşayanmədi Hüseyndən sonra. Adamı qusul verəndə əllərini açarlar. Deyir, gördülər Zeynəb əlin qoyub ürəyinin başına. Bu halda dünyadan köçür. Əlini çəkdilər köksündən, gördülər qanlı köynəyi basıb ürəyinin başına. O qədər qardaşı olan bacı can verəndə bir qardaş olmadı gələ başının üstünə. Lahi sənə and verirəm xanım Zeynəbin o yaralı ürəyinə. Bu gecə nə hacətlərimiz var, hamısını rəva ilə. Əla lənətullah ələl qavmiz zalimin. Gözü yoldayam, hanı bir gələn. Gözü yoldayam, hanı bir gələn. Ölürəm Həsən, ölürəm Hüseyin. Bacuzam mənə gətirin kəfən. Ölürəm Həsən, ölürəm Hüseyin. Elə can verir tək tənha, üzün tutur Kərbəla səmtinə. Gözü yoldayam, hanı bir gələn. Gözü yoldayam, hanı bir gələn. Ölür
ölürəm Həsən, ölürəm Hüseyn. Bacızam mənə gətirin kəfən, ölürəm Həsən, ölürəm Hüseyn. Nərəva çırağı məhəbbətüz, bu çətin zamanədə yanmasın. Özünüzü mənə yetirin bu can, yorulan bədəndə yubanmasın. Kəfən istədim, məni əff edin, bu Hüseynimə çox toxunmasın. O yatıbdı qəbrdə bir kəfən, ölürəm Hüseyn, ölürəm Həsən. Bu gecə elə bir xanıma təvəssül eləyirik ki, elə bir xanıma İmam Hüseyn ağa vida vaxtında belə baxdı, dedi bacı Zeynəb, gecə namazında məni dua eləyərsən? Bacı Zeynəb, gecə namazında məni unutma. Bacı Qurbət diyarindən adamsız gəribəm, adamsız gəribəm, adamsız gəribəm. Didar və qardaş əcəb bir nəsibəm, əcəb bir nəsibəm, əcəb bir nəsibəm. Əcəb nisgildir qurbətdə can vermək, əcəb nisgildir qurbətdə can vermək. Vəfarəxdin qardaş cismidən soymaq, vəfarəxdin qardaş cismidən soymaq. Aşurada gördüm sınıb səzdəgahım, sınıb səzdəgahım, sınıb səzdəgahım. Görün necə danışır İmam Hüseyndən. Gəlmişdi Əfqanə hami xeyməcahın, hami xeyməcahın, hami xeyməcahın. Yaralı başı bağladı Zeynəb, yaralı başı bağladı Zeynəb. Sənə həsrət baxdı, ağladı Zeynəb. Yaralı başı Hüseyn bağladı Zeynəb. Sənə həsrət baxdı, ağladı Zeynəb. Gəl həman Zeynəb üvəm, pərəstar üvəm, pərəstar üvəm, pərəstar üvəm. Axırın ləhzəyinə həvadar üvəm, həvadar üvəm, həvadar üvəm. Belə yana yana can verir, yana yana deyir Hüseyn. Sen Şam'a gelsem de Hüseyin, kar bu beladır bedeli. Şam
Şamə gəlsəm də Hüseyn. Bilirsən kimin rozasını oxuyuram? İmam Zaman qan ağlayır xanım Zeynəbə. İmam Zaman ariflərdən biri, abidlərdən biri yatdı yuxuda İmam Zamanı gördü. Dedi ağa, cəddimin hansı müsibəti səni yandırır? Ağa Əli Əkbərin müsibəti, ağa buyurdu yox. Ağa Əbəl Fəzlin müsibəti, ağa buyurdu yox. Ağa bəs kimin müsibətinə qan ağlayırsa, ağa buyurdu, o bir gündə saçlar yağaram bibim Zeynəbdir. Yana yana dirzen Hüseyin, Şamə gəlsəm də Hüseyin, Kərbəladı və dəlim, sən yatan yerdə yatıb, tayiri ruhimdə mənim, qanlı pirahəni əl-an. Hacı Şahın qardaşım dedi də, əlində gördülər İmam Hüseynin qanlı köynəyi, qanlı pirahəni əl-an, yapışıb pirəhənim. Hüseyin, bir dənə fəqət arzum var, nə olar, qəbridə bahəm yataq ey bicəbənim. Bazı Zeynəb niyə? Qəbrim üstə gələ Zəhra, yaza yoldaşdı bunlar, İkisi bahəm ölüblər, bacı qardaşdı bunlar. Xanım ay, xanım ay, xanım ay, ay aman, ay aman, ay aman, ay aman. Hər yerə çatardı, ağlayardı İmam Hüseyin'e, hər yerə çatsaydı. Bilirsiniz, deyirlər gərək biz xanım Zeynəbə, xanım Zəhradən də çox ağlayaq. Allah, Allah. Anası Fatimədən də çox ağlayaq xanım Zeynəbə. Bilirsiniz niyə? Fatimə öldü, yetibdir bütün əflakə xəbər. Diqqətlə qulaq asın. Fatimə öldü, yetibdir bütün əflakə xəbər. Gecənin vaxtı onu dəfn elədi 7 nəfər. Anamız Zəhranı dəfn eləyəndə 7 nəfər var idi. Amma bu mühən aşiqlərin qəlbinə mühnət oxudu. Dəfni Zeynəbdə həmin 7 nəfərdə yox idi. Belə qərib can verdi, ay aman, belə qərib can verdi. Ay aman, ay aman, ay aman, ay aman. Qoy bir çətin vaxtının da rozəsindəyim sizə. Hər il məndən istəyərlər qardaşlarım, həmişə deyiblər Seyyid nə olar, xanım Zeynəbin o gəlin getməyindən də bizə oxu. Gün o gün oldu, xanım Zeynəb gəlin gedir, axı gəlin gedəndə ana gələr qapıya can qızına xeyr dua verər. Deyər bala, get bəxtəvər olasan bala. Amma xanım Zeynəb gəlin gedəndə bir sağa baxdı, bir sola baxdı. Gördü hamı var, bir anası Zəhra yox. Elə bir dəfə dedi xanımlar, dedi deyim məni gəlsin, anam yola salsın. Onda nə gördülər, o məzlum əli, o məzlum əli, Qur'anı yalıb əlinə gəlir qabağa. Qızım get, bəxtəvər olasan ay bala. Vay,
Mevla neylədi? Üzün tutdu bəqin səmtinə. Ey sönən şəm-i həyati, tapan ey ömrü zəval. Fatimə can mənim əhvalimi bari xəbər al. Anası Zeynəbi indi özün gəl yola sal. Ay Zəhra, ay aman, ay aman, ay aman, ay aman, ay aman, ay aman. Amma getdi, gəlin getdi Abdullahın evinə. Axı İmam Hüseyndən ayrı qala bilmirdi xanım Zeynəb. Ayrı qala bilmirdi. 3 gün keçmişdi. İmam Hüseyn gəldi bacısı Zeynəbi görməyə. Gəldi bacısını görməyə. Gördü xanım Zeynəb namaz üstündə yatıb. O qədər ağlayıb, gün düşüb üzünə. Gün düşüb Zeynəbi gördü olub məst, namaz üstə yatıb. Gün düşüb surətinə raz-u niyaz üstə yatıb. Neylədi İmam Hüseyn? Çıxartdı əbasın, tutdu günə, gün bacıma düşmə. Bacımın üstünə düşmə, bacım narahat olur. Elə bu halda xanım Zeynəb gözlərini açdı. Hüseyn, Allah məni öldürməsin. Belə bir xidmətə mən xanəyi səbri yıxaram. Borcum olsun əvəzim, bir günü qardaş çıxaram. Amma nə zaman əvəzin çıxdı xanım Zeynəb, Kərbəladan ayrılanda gördü qardaşının başsız cənazəsi. Elə gün düşüb cənazənin üstünə. Neylədi xanım? Belə baxdı dedi, ey Asiman, ey Asiman, denən daha qan oldu göz yaşım. Allah rəhmət eləsin Mənsurini, bu sözü ondan örgənmişəm. Bu yerdə belə oxudu, mən də onu qeyd elədim. Dedi xanım Zeynəb belə baxdı, dedi ey Asiman, denən daha qan oldu göz yaşım. Ey gün azalt hərarətimi, yandı qardaşım. Vay, vay, mən danışanda qardaş, küfəlilər əl çaldı. Elə şahid edir xanım İmam Hüseynə. Mən danışanda qardaş, küfəlilər əl çaldı. Qəlbimə bir ox dəydi, Zeynəbi dərdə saldı. Küfəyə mən çatmaydım, yolda öləydim ey kaş. Öldü dirildi Zeynəb, dil yarasından qardaş. Hüseynim mənə səs ver, Hüseynim mənə səs ver, Hüseynim mənə səs ver, Hüseynim mənə səs ver. Can mənə səs ver, Hüseynim. Qulaq as, mən otu mən danışanda qardaş, küfəlilər əl çaldı. Mən danışanda qardaş, küfəlilər əl çaldı. Qəlbimə bir ox
değdi, Zeynəbi dərdə saldı. Kufiyə mən çatmaydım, yolda öleydim ey kaş. Öldü dirildi Zeynep, dil yarasından kardeş. Esselamu aleyke ya Zeynep el Kubra, ya şeriketel Hüseyin. Qədəm ta məktəbə qoydum, o gündən etdim inşa eşq. Qədəm ta məktəbə qoydum, o gündən etdim inşa eşq. Tapıbdır günbəgün ruh-i rəvanimdə təcəlla eşq. Çəkib məcnun kimi etdi məni, axirdə rüsva eşq. Qəzavət eylə ya Zeynəb, müqəssir gör mənəm ya eşq. Cibril əmin gəldi o gün kərb-ı bəlaya. Hacım icazə versin bu şeiri oxuyum. Çox eşitməli. Allah rəhmət eləsin Müni Mərdəvilini. Hacım işarə elədi, tez aldım əlimə, dedim oxuyum. Cibril əmin gəldi o gün kərb-ı bəlaya. Cibril əmin gəldi o gün kərb-ı bəlaya. Hacı dedi, hər şey beynindən sil, at kənara, fəqət bu şeiri yadında saxla. Cibril əmin gəldi o gün kərb-ı bəlaya. Gördü yıxılıbdır yaralı qanlı minaya. Şəhpərlərini ruhul əmin açdı havada, saldı yaralı peykərinin üstünə sayə. Şah-ı şühəda gördü günün nuru azaldı, hiss elədi ki üstünə bir sayə salındı. Qan ilə dolan gözlərin astı, dedi kimsən? Ərz eylədi qurbanın olun, nökərivəm mən. Dünyada Hüseynim, necə qəmlər yemişəm mən. Cəhvarədə bir il sənə lay-lay demişəm mən. Əmr eylədi çək şəhpərvi fevri kənarə. Cəbrəil eylür yaralı aşiqəm məşuq nəzarə. Sən durma, çəkil aşiq o məşuq arasında. Aşiq odur ki ləxtələnə qan yarasında. Cəbrəil aşiq odur ki atəş məşuqinə yansın. Aşiq odur ki eşqidən mərdanə dayansın. Aşiq odur ki başdan ayağa yaralansın. Bəhbəh, bəhbəh nə gözəl səslənir oxlar havada. Heç nəğməyi Davud olanmaz bu sədada. Bir zərrə əziyyət eləmir yarəli sinəm, heç bilmirəm harda qalıb nazlı səkinəm. Məşuq rizasına yıxıldım bu minaya, çək şəhbərivi, salma mənim üstümə sayə. Fikr eyləmə bir şəxsidir qanə boyanıbdı, sayəmdə mənim ərş-i xuda daldalanıbdı. Cibril əmin fevri çəkildi qabağında, təzim eləyib öpdü o qanlı əyağından.
ərz eylədi canım yaralı canı və qurban. Bir xidmət əmr et mənə ey şah şəhidan. Hüseyn sənə nə xidmət eləyim? Əlan özümü əmr ilə cənnata yetirirəm. Yandun sənə Kəvsər suyu əs-saə gətirirəm. Yox yox dedi su istəmirəm. Gər ola dərya. Bir şey ürəyim istəyir, mümkün deyil amma. Hüseynim ürəyin nə istəyir? Aya nədir ərz eylədi, əl sinədə durdu. Aya nədir ərz eylədi, əl sinədə durdu. Ey aşık qoyan adını bax gör nə buyurdu. Baş parçalanıb, gözləri qan ilə doleydi. Ey kaş dedi şiələrim burada olaydı. Ey kaş dedi aşıqlərim burada olaydı. Ey دختر سلطان نجف یا زینب یا زینب ای دختر سلطان نجف یا زینب یا زینب جوهری عشق bir صدف یا زینب یا نب ای دختر سلطان نجف یا زینب یا زینب جوهری عشق bir صدف یا زینب یا نب ای دختر سلطان نجف یا زینب سینəni tək sinə vur ya Zeynəb جوهری عشق bir صدف ya نب ای دختر سلطان نجف یا زینب نب جوهری عشق bir صدف یا زینب ya neb kimcədə ayrı qapıya ya Zeynəb neb ömrünü eyləyib tələf ya Zeynəb ya Zeynəb ya Zeynəb neb hamı desin ya Zeynəb ya Zeynəb ya Zeynəb neb ey دختر سلطان نجف یا زینب یا زینب جوهر عشق bir صدف یا زینب kimcədə ayrı qapıya ya Zeynəb neb ömrünü eyləyib tələf ya Zeynəb neb ya Zeynəb ya Zeynəb ya Zeynəb ya Zeynəb ya Zeynəb ya Zeynəb ya ya Zeynəb زهرای نور عین sen ya Zeynəb cavab verin زهرای نور عین sen ya Zeynəb
دلیل شورش این سن یا زینب مقام و بست خانم یا زینب hansı مقام و بست خانم یا زینب نب شریکت الحسین سن یا زینب نب یا زینب یا زینب یا زینب یا زینب یا نب فاطمه'nin naibesi ya Zeynep ya eşitmedim Fatime'nin naibəsi ya Zeynep. Ne güzel olar hamı ucadan deyər ya Zeynep Fatime'nin naibəsi ya Zeynep. Nəb Heydərə bənziyən səsi ya Zeynəb ya Nəb heç kəsi məyus eləməz ya Zeynəb Qulaq asın mənə heç kəsi məyus eləməz ya Zeynəb Bilirsiniz niyə? Zeynep sahib zamanın əmməsi ya Zeynep Vəh vəh ya Zeynep ya Zeynep ya Zeynep ya Zeynep ya Zeynep şیر زن دشت بلا یا زینب جواب 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 شیر زن دشت بلا یا زینب یا زینب معلمی اهل ولا یا زینب نب sen bil Hüseyin bin Cani ya Zeynep Neb yaz bize bir Kerbela ya Zeynep Neb yaz bize bir Kerbela ya Zeynep Neb ya Zeynep ya Zeynep Neb hak seni tazin eleyib ya Zeynep Neb hak seni tazmin eleyib ya Zeynep Neb eşqü ve tahsin eleyib ya Zeynep Neb خالق فردوس برین یا زینب نب عادو تعیین eleyib ya Zeynep ya Zeynep ya Zeynep ya Zeynep ya Zeynep Vida ya Zeynep خبردار عزادار محرم خبردار عزادار محرم dayanma denen lebbeyk Hüseyin lebbeyk belfer خبردار عزادار محرم denen lebbeyk Hüseyin lebbeyk belfer Hanım Zehra deyir başlandı matem Hanım Zehra deyir başlandı denen lebbeyk Hüseyin fez denen lebbeyk Hüseyin lebbeyk
denenler beküseler Faz denenler beküsen Aç kolu ver Faz hərə bu eşqə bir qiymət yazıbdı İmam-ı Sadiqim cənnət yazıbdı Hərə bu eşqə bir qiymət yazıbdı İmam-ı Sadiqim cənnət yazıbdı Xoş halüzə Ay bəxtəvərlər Hərə bu eşqə bir qiymət yazıbdı İmam-ı Sadiqim cənnət yazıbdı Hüseynün yasinə hər kəs gələnməz Hüseynün yasına hər kəs gələnməz Sənə Hüseyn özü dəvət yazıbdı Gözün yaşın rəvan et misli zəmzəm Denən ləbbeyk Hüseyn Cəbəl Fəz Denən Fəz xəbərdar-ı əzadar Muharrəm Denən Fəz denən Xanım Zəhra deyir Xanım Zəhra deyir Başlan Nə eşitmədim xanım Denən ləbbeyk Fəz denən ləbbeyk Hüseynə nökər olmaq himmət istər Hüseynə nökər olmaq himmət istər Əbəl fəzli çağırmaq qeyrət istər Əbəl fəzli çağırmaq qeyrət istər Diritdi şur-i aşura qədiri Əlidən ad gətirmək cürət istər Baxır Məhdi Vəliyullah-ı Əzəm Denən ləbbeyk Denən Çöldə olanlar da deyir Denən ləbbeyk Hüseyn ləbbeyk Safa Arif namazı şəbdən istər Safa Arif namazı şəbdən istər Nəva can nəğməyi ya Rəbdən istər Nəva can nəğməyi Sözə qulaq asın Qurban olum Safa Arif namaz şəbdən istər Nəva can nəğməyi ya Rəbdən istər Vəli düz aşiqlər hər dərdə dərman Hüseynün bacısı Zeynəbdən istər Safa Arif namaz şəbdən istər Nəva can nəğməyi ya Rəbdən istər Vəli düz aşiqlərə də dərmayan Vəli düz aşiqlərə də dərmayan Hüseynün bacısı Zeynəbdən istər Ötür naməhrəmi ol yarə məhrəm Denən Maşallah Denən Fəz hamı desin denən ləbbeyk Hüseyn Cəbəl Fəz denən ləbbeyk Cəbəl Fəz nə matəmdir məgər can öldürüblər Nə matəmdir məgər can öldürüblər Bəli küfr əhli iman öldürüblər Sərin su içməyin ey əhli aləm
serin su içmeyin ey ehli alem. Bizim Mevlanı yetşan öldürübler. Ağamı susuz öldürübler, susuz öldürübler. O da yana yana deyərəm Hüseyin can mən ağlaram sənə. 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 Hüseyin can mən ağlaram. Can Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram sənə. Gəlləm bəzmində şeyvənə. Ucadan mən ağlaram sənə. Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram sənə. Biraz cuşi. Gəlləm bəzmində şeyvənə. Ucadan mən ağlaram sənə. Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram. Səs sözü eşitmirəm. Ay çölde olanlar kurban olum size. Ay 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 ay. Hüseyin can mən ağlaram. Sağ elimi de kaldı sinə vurma. Hüseyin can mən ağlar sənə. Hüseyin can mən ağlaram. Vay 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 vay. Hüseyin can mən ağlaram. Ağım Hüseyin can mən ağlaram sənə. Hüseyin can ağlaram sen. Qarevi geydirib anam. Boynuma saldı şalatam. Qarevi geydirib anam. Boynuma saldı şalatam. Gelmişem bu on günü. Can o dilden sənə yanam. Gelmişem bu on günü. Can o dilden sənə yanam. Kəlli sinə vur. Əynimə geymişəm qəram. Ağama tut buca bəza. Dildə zikrim fəqət olub. Ya Hüseyin ya Kərbəla. Aləm batıbdı mühənəvə. Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram. Vay yaralı yağam. Hüseyin can mən ağlaram. Boğazımda ne kadar gücüm var de. Hüseyin can mən ağlaram. Vay Hüseyin can mən ağlaram. Ay 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 ay. Hüseyin can mən ağlaram sənə. Can mən ağlaram sənə. Hüseyin can mən ağlaram. Can. Ay ay ay. Ağlaram sənə. Hüseyin sinə bu. Ağlaram. Atmışıq gözdən aləmi. Tutmuşuq qara pərçəmi. Atmışıq gözdən aləmi. Tutmuşuq qara pərçəmi. Verməri iki aləmə. Biz bu qanlı aləmi. Ay verməri iki aləmə. Biz bu qanlı aləmi. Yad edin o ataları.
o Hüseyinci anaları öldürer bir günü beni. Ağamın yaraları anam örgədibdi mənə. Hüseyin can mən ağlaram. Ben ağlaram. Ay 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 Hüseyin can mən ağlaram. Hüseyin can mən ağlaram. Allah! Vay Hüseyin can mən ağlaram sənə. Səsin tutulana qədər denən Hüseyin can, Hüseyin can mən ağlaram sənə. Ay 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 ay. Ay 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 ay. Sənə Hüseyin can mən ağlaram. Ləng olubdi qafilə, bacısı gəldi məktələ. Ləng olubdi qafilə. Hamımızdan xahiş edirəm. Əllərinizi bir dənə saxlayın. Əlləri saxlayın bir dəqiqə. Ləng olubdi qafilə, bacısı gəldi məktələ. Mənə baxın. Gördü sinəsinə vurub, üç şöbə bir ox hərmələ. Gördü sinəsinə vurub, üç şöbə bir ox hərmələ. Nə dedi? Dur ey əldə ölən Hüseyin, qalmısan bir kəvən Hüseyin. Səni Zəhra canı danış, ki görüm sən Hüseyin. Səni anam Zəhra danış, ki görüm sən Hüseyin. Nə gəldi o pirahənə və Hüseyin can mən ağlaram. Hüseyin can mən ağlaram. Vay Hüseyin can mən ağlaram sənə. Hüseyin can mən ağlaram. Can ağlaram sənə. Can mən ağlaram sənə. Hüseyin mən ağlaram sənə. Hüseyin can mən ağlaram. Ay 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 ay. Mən ağlaram sənə. Sinə vurma Hüseyin can. Sənə Hüseyin. Vay Hüseyin. Vay Hüseyin. Vay Hüseyin. Vay Hami Hüseyin. Hüseyin var. Maşallah Hüseyin. Hüseyin var. Tekrar deyin Hüseyin. Hüseyin var. Cahay Hüseyin. Hüseyin var.
Təkrar Hüseyn. Bir də Hüseyn var. Ay Hüseyn. Vay vay Hüseyin vay 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 Hüseyin vay 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 Hüseyin vay. 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 Vay vay. Vay vay. Ay Kerbela. Ey Kerbela. Ey Kerbela. Sende yatan kurbanlara canım feda. Sende yatan kurbanlara canım feda. Canım feda. Menli gayrak. Menli Kerbela Şahi ey mahbub canan. Altı cuşe gebrül kibleye iman. Altı cuşe gebrül kibleye iman. İnni silmun limen salemekum. İnni harbun limen harabekum. İnni silmun limen alemekum. İnni harbun limen harabekum. Eynime garevi her il ceyerem bi abi ente ve ummi deyerem. Deyerem dehri erbabim sendi. Yüreğim giblesi mihrabim sendi. Medfenün kerb o bela. Heremün gible numa. Seslerem derdime adündi deva. Mazlum ölen ey biçefe. Din kurbani ey gusligo üryan beden. Bağrı kananan her zaman diye
ey bicəvən məzlum elən cümə axşamıdır. Biz hərəmdə olanda, Ərəfədə gedəndə qardaşlarımdan biri mənə danışdı bunu ki, cümə axşamları xanım Zəhra gələr İmam Hüseynin hərəminə, gələr balasını ziyarət eləməyə. Hətta bir Rozaxanın yuxusuna girir, deyir, mən hərəmdə olanda roza oxuma, ürəyim yanır, məzlum elə qərqə muhəl ekdin qurbani ey quslegan üryan bədən bağrı qananan hər zaman deyər ey bicəvən məzlum ölən Aynət talebo bedemil məxtule be Kərbala Aynət talebo bedemil məxtule be Kərbala Aynət talebo bedemil məxtule be Kərbala Hayye alal aza Hüseyin Hayye alal aza Hayye alal buka Fi matemil Hüseyin Mazlum Kerbela اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi əllərimizin ümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. İlahi bizi bu 10 gecənin qalan gecələrinin feyzindən bir nəsib eləmə. Biz İmam Hüseyin ağanın həqiqi əzadarlarından qərar ver. Bu kiçik, naqis, naqabil əzadarlığımızı öz böyüklüyü və layiq şəkildə bizdən qəbul elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. İslama, müsəlmanlara, bu xalqa xidmət göstərənləri müvəffəq elə. Xəyanət eləyənləri zəlil elə. Əhl-i Beyt məddahlarını, dəyərli Seyyid Peyman qardaşımızı dünya və axirətdə İmam Hüseyin ağadan ayrı salma. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Ordumuzu, əskər zabitlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Bayrağımızı dünyanın hər yerində uca elə. Kimlər ki bizdən dua istəyiblər, xahiş eliblər, dua eləyək, hamısının hacətlərini rəva elə. Bu məclisdə iştirak eləyənlərin qəlblərində nə hacətləri var, nə dərdləri var, xanım Zeynəb Əli ilə həll elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Övlad həsrətində olanlara salih, sağlam övlad nəsib elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Və ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihə məs-səlam.